məni qəbul edib haqlı sayan, zamanında onun müavini olmuş Əli Nağıyevin DTX rəisi, hər ikisi rüşvətini alıb, ona görə müdafiə edirlər. Sonra da haqqımızı da tələb eləyəndə sizi 2 dəfə dəlixanaya salıblar. İndi mənə əlləri çatmır, mənə də deyirlər vətən xainidir, mənə də cinayət işi açıblar. Baxa, oğrular, cinayətkarlar, maşenniklər, hansı ki azadlıqda gəzirlər. Taxta şəkildə, yalandan güya bunlar heydərçidir, yalandan güya bunlar ilhamçıdır, dildə deyirlər canımız fəda olsun, o geri zəkalı Siyavuş deyir, mənim də xalqın da deyir canı fəda olsun cənab prezidentə. Mən də deyirəm ki, ay namussuz, o uğraş ailəsinə sahib çıxa bilməyən Siyavuş. Demirsən canın fəda olsun. Səni kimi uğraşlara görə, səni kimi cındırlara görə mən sənin prezidentini söymək məcburiyyətindəyəm. Niyə? Çünki səni xalq seçməyib, çünki sən saxtakarsan və səni kimi digər dırnaqlar arası millət vəkilləri hamısı saxtakarlardır. Siz ancaq orada şəxsi mənəfiyyətinize görə oturursunuz və orada ancaq amin deyirsiniz. Amin. Ona görə də bugün İlham Əliyev gülünç ölçülerini istəyirlər. Ölçülerini istəyirlər. Bəli. Elşad, bir fikir ver. Mədət Quliyev bir neçə adamları təzə gəlmişdi. Məni də qəbul elədi. Görün nə deyir. Göstərmişəm ona sənədləri, sübutlar ki, məni qanunsuz dəlixana. Qayıdıb nə desə yaxşıdır. Görün. Gör bizi kimlər idarə edir. Qayıdıb dedi ki, Ali xanım deyir, oğlanlar evlənəndən sonra arvad tərəfə yıxılırlar. Bunun baxın, bunun danışığına baxın. Bu bizim DTX-ın rəhbəridir. Nə danışır sizə? Nə deyirsən? Yəni ki, Ramiz Mehdiyev 24 ildə oturub burada, Fuad Ələsgərov oturub, Əli Nağıyevin xəbəri yoxdur bunların əməllərindən. Lab yaxşı, hamı, onların cinayətini öp basır edir, onlar da onun cinayətlərini öp basır edir. Özü də Elşad, Respublikada, bütün bizim Respublikada olan səfirliklərin hamısının qabulunda olmuşam. Hamısına müraciət eləmişəm. Yəni sənədlərim, sübutlarım var. Demək, mənə məktub göndəriblər ki, biz göndəriblər Xarici İşlər Nazirliyinə. Gedmişəm Xarici İşlər Nazirliyinə, deyir ki, göndərmişim baş prokurorluğa. Deyirəm, baş prokurorluq bu cinayəti bastır edir. Siz ora niyə göndərmişsiniz? Mən 4 dəfə Amerika səfirliyində olmuşam, Fransız səfirliyində olmuşam, Alman səfirliyində olmuşam şəxsən, sonra Türkiyə səfirliyində olmuşam. Orada Alman səfirliyi, Fransız səfirliyi, bir də Amerika əsas səfirliyi. Mən tərcümə eləmişəm, ingilis dilinə oxuyublar. Dedilər ki, Ali xanım, sizin doğrudan da həyatınıza təhlükə var. İstəyirsinizsə, biz sizə kömək eləyərik, göndərərik başqa ölkəyə, hara istəyirsin. Dedim, mən başa düşmürəm. Mən öz vətənimdən nə üçün didərgin düşməliyəm? Nə üçün didərgin düşməliyəm? Mənim ata-anamın qəbirləri burada. Mən nə üçün harasa getməliyəm? Niyə? Bunlar vətənlərini satıb gəlib otururlar burada ermənilər. Mən bu məktubla şeyə gedəndəyəm, Nazirlər Kabinetə. Mənə dedilər ki, bura niyə gəlmişsin? Burada hamısı ermənilərdir. Hələ belə dedilər. Mətəl qaldım mən. İndi adı nədir? Qalmışam belə, bilmirəm neyiniyəm. Köçəyim, dedim, mən də blogerliyi eləyim xarici ölkədə. Bunların iç yüzünü çıxardım üzə. Bəs dilində nə qədər olar? Ay prezident, mən səni başa düşmürəm. Sənin bu qədər cinayətkarlar oturublar ətrafında, bu qədər rüşvət alırlar, hamısı da milyonçu olublar. Niyosəli sən görmürsən? Haçandan haçana görürsən, bunları yığırsan, bunları oğradığı, sonra bilmirəm hara eləyirsiniz. Elə şey olar. Mənim 80 yaşım var. Mənim pullarımı, qızıllarımı necə yiyiblər, Həsən Sultanzadədən rüşvət alıblar, o yığılsınlar, versinlər mənim pullarımı, qızıllarımı da. Kamran mənim pullarıma qalır, Kamran Əliyev. Kemalettin mənim pullarıma qalır. Onun pulu yoxdur, Kemalettin'in əgər dostunun pulu yox idisə, verəydi də ona. Mənim pullarımı niyə oğrayıb aparıb qızlarımla, Şirxanla Natiq əsədir? Bəsrində nə qədər olar? Mənim təhlükəsizmi xahiş edirəm, təmin edin. Əgər mənim başımdan bir tük əsi olsa, cənab prezident, sən vətəndaşın, hər bir vətəndaşın prezident